Analar, atalar, hər birinizin qarşısında baş eyləm. Siz var olun ki, belə bir övladlar böyüdünüz. Doğrudan da əsl kişilər burada yatır. Bizə qismət olmadı şəhadətə qovuşmaq. Amma bu oğullar alınlarını yazır. Qorxuram demədən, vətən deyə-deyə, azadlıq, Qarabağ deyə-deyə döyüşə qatılan oğlanlardır. Hər birinin qarşısında baş əylən. Əsli xanım dedi, bizim borcumuzdur. Əksinə, şəhidimiz bizə haqqını helal eləsin, bizim heç bir haqqımız yoxdur onların üstündə. Bizim vətəndaşlıq, Azərbaycanlıq, hərbiçi borcumuzdur, silahdaşlarımızın axtarılmasında iştirak eləməliyik. Düzdür, Əsli xanımla, bacıları ilə, qardaşı ilə, oğlu ilə və bu bacımız da yanımızdaydı. Maşınlarda yatmışıq ki, onu axtaraq tapaq. Şükür olsun bu günə ki, biz onları tapdıq. Vallahi elə şəhidlərimiz də var. Bayaqları anaya deyən 33 ildir orada adı yazılıb, Nəzərov. Bizim qohumlardandır. Hələ də axtarışdadır. 33 ildir tapılmadı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət seçsin. Analar, sizin əllərinizdən öpürəm. Allah sizi var eləsin. Siz Azərbaycanın əsl analarısınız. Cənnət sizin ayağınızın altındadır. Öpürəm hər birinizi. Sağ olun. Allah şükür.